Əfsanəvi Muse qrupu və onların Absolution albomu. Bu albom haqqında nələri bilmirik. Albomun üz qabığı bir çoxu elə bilsə də ki, bu Photoshopdur, əslində elə deyil və real hazırlamaq üçün dizayner kağız kartonlardan adam şəkli düzəldərək taxta vasitəsilə yerə bərkidib ki, bu görüntünü alsın. Həmin o Apocalypse Please mahnısının girişindəki o ritm səsləri, baraban səsləri əslində real səs effekti ilə yaradılıb. Bəs bunu necə ediblər? Deməli, səs yazma edərkən barabanları su hovuzlarının kənarında səs yazmaya alıblar. Çünki baraban səsinin suyun üzərində yaratdığı effekt bir növ onların digital yox, canlı bir effekt yaratmasına zəmin yaradıb və bu mahnının girişində eşitdiyimiz həmin o partlayış effektli baraban səslərini əslində bu cür əldə ediblər. Absolution'dan digər bir mahnı The Small Print. Əslində bu mahnının 2-ci dəqiqə 51-ci saniyəsində pişik səsi eşidə bilərsiniz. Bu heç də planlanan bir şey olmayıb. İrlandiyadakı səs yazma studiyasında mahnının səs yazması gedərkən təsadüfən içəri pişik daxil olub və pişik miyoldayarkən səs yazmaya düşüb. Qrup isə belə qərara gəlib ki, o səsi mahnıda saxlasınlar. Hovuzu digər bir mahnıda da başqa bir məqsəd üçün istifadə ediblər. Thoughts of a Dying Atheist mahnısının bridge hissəsindəki səs effekti əslində basist Chris'in hovuza tullanma səsidir. Bu albomun yazılma ideyası daha çox dahili və dəlilik mövzusunda olsa da, albom yazılandan sonra İraq müharibəsi başlayır və qrup bu mahnının yazılmasını daha çox din, siyasət, müharibə mövzularında ilə bağlayırlar. Albomdakı mənim özümün də ən sevimli mahnım olan Sing for Absolution. Əslində bu mahnını yazarkən onlar pianonu heç də sadə şəkildə istifadə etməyiblər və pianonun daxili hissəsinə mismar, bıçaq, çəngəl və digər metal əşyalar qoyublar. Əslində bu cür piano hazırlanmış prepared piano adlanır. O dövr üçün o qədər də standart sayılmayan bir üsula əl atıblar. Bunu isə onun üçün edirdilər ki, piano normal səslənmədən çox daha soyuq və qəribə səslər çıxarsın. Və sizin ən çox bəyəndiyiniz Muse mahnısı hansıdır?